Əla, 2 noyabr üçün ən düz proqnozları qısa və konkret şəkildə təqdim edirəm. Hər bürc üçün 2-3 cümlə ümumi təhlil və sonra qısa məsləhət var. Qoç enerji və təşəbbüslülük səviyyən yüksələcək, işdə yeni ideyalar uğur gətirə bilər. Emosiyalarını idarə etmək vacibdir. Tələsik qərarlar xırda problemlərə səbəb ola bilər. Məsləhət. Prioritetləri sadələşdir, bir işi bitirənə qədər digərinə başlamamağa çalış. Buğa stabil, praktik yanaşma günün favoriti olacaq. Maliyyə məsələlərində ehtiyatlı addımlar fayda verəcək. Şəxsi münasibətlərdə daha çox dinləmə lazım gəlir. Məsləhət. Xırda boş xərcləri azaldıb uzunmüddətli məqsədə fokuslan. Əkizlər kommunikasiya qabiliyyətin yaxşıdır. Görüşlər və söhbətlər fayda gətirə bilər. Düşüncəni dağıdan çox məlumat yığılmasın. Əsas məqamları seç. Məsləhət. Mesajlarını qısa və aydın saxla. Vacib yazışmaları itirmə. Xərçəng hisslər ön planda olacaq. Yaxın çevrə ilə bağlı məsuliyyətlər artıla bilər. Ev və iş balansını qorumağa çalış, emosional sərhədlər qoy. Məsləhət. Özünə vaxt ayır. Qısa fasilə ruhi tarazlığı bərpa edər. Şiir özünü göstərmək üçün əlverişli zamandır. Yaradıcılıq layihələri diqqət çəkə bilər. Eynilə nəcib davranışla başqalarının dəstəyini qazana bilərsən. Məsləhət. Parla, amma egonu idarə et. Əməkdaşlıq qapılarını genişləndir. Qız detallara diqqət və analitik düşüncə günün gücü olacaq. Sənədlər və planlar üçün əlverişlidir. Perfeksionizm bəzən yavaşladar, bitirməyə fokuslan. Məsləhət, önəmli işi parçalara böl və hər hissəni tamamla. Tərəzi əlaqələrdə tarazlıq axtarışı səni yönləndirəcək. Kompromislər fayda verə bilər. Estetik və yaradıcı yanaşmalar insanları cəlb edəcək. Məsləhət, əhəmiyyətli söhbətlərdə diplomatik ol, eyni zamanda öz mövqeyini unutma. Əqrəb dərin və fokuslu enerji var. Məxfi və strateji məsələlərdə irəliləyiş mümkündür. Hisslərin güclüdür, onları konstruktiv işə yönəlt. Məsləhət, düşüncələrini yazıya köçür, planlaşdırma gücünü artıracaq. Oxatan macəra və öyrənmə arzusun yüksəkdir, yeni məlumatlar üçün açıq ol. Amma maliyyə risklərində ölçü saxla, impulsiv xərclərdən çəkin. Məsləhət, qısa təhsil və ya tədqiqat layihəsinə vaxt ayırmaq xeyirlidir. Oğlaq intizam və məsuliyyət günü idarə edəcək. Uzun müddətli planlara fokuslanmaq faydalıdır. İşdə sabit addımlar və sistemlilik sənin xeyrindir. Məsləhət, prioritetlərini sənədləşdir və planına əməl et. Dolça innovativ ideyalar və sosial əlaqələr gündəndir. Qrup işi uğur gətirə bilər. Fərqli fikirlərə açıq ol, amma real uyğunluğunu qiymətləndir. Məsləhət, yeni əlaqələr qurarkən fayda məqsəd əlaqəsini nəzərə al. Balıq empati və intuisiyan güclüdür. Yaradıcı və emosional işlər üçün əlverişlidir. Həddindən artıq idealizmdən qaç, praktiki addımlarda